İkinci Qarabağ müharibəsində igidcə, mərdcə vuruşan, şəhid olan igidlərimizdən birisi də Fərid Dursunovdur. Fərid Dursunov ölümündən öncə vəsiyyət eləmişdi ki, əgər şəhid olarsam, məzarımda Azərbaycan bayrağı ilə yanaşı Qalatasaray bayrağı dalğalansın. Qismət talih elə gətirdi ki, kapitan Fərid Dursunov ən yüksək zirvəyə, şəhidlik zirvəsinə adını yazdıra bildi. Bugün biz bu torpaqda yeriyə biliriksə, hər şeyimizi onlara borcluyuq. Və bir Qalatasaraylı kimi mən də şəhidimizin ailəsinə bəzi hədiyyələr vermək istəyirəm. Çox xahiş edirəm ki, bu hədiyyələrimi qəbul eləsinlər. Burada hansı ki, mənim Türkiyədən aldığım bəzi şeylər var və mənə hədiyyə olunan şeylər də var ki, mən bunları hədiyyə eləmək istəyirəm. Qalatasaray şərəfini. Əldə bölünmə Qalatasaray şərəfidir bu da. Burada posterlər də var. Hansı ki, Qalatasaray Futbol Klubunun 2013-cü ildəki posteridir. Bunu da xoşuma gəlsə, divardan asarsan, buyur eləsin. Türkiyə Futbol Liqasında ən çox forma giymiş oyuncu Umudun belə bir posteri, hansı ki, Qalatasaray formasında vaxtilə tərəfmiş oyuncudur. Onu da mən sənə hədiyyə etmək istəyirəm. Buyur. Bu lampanın işığında çoxlu kitablar oxumuşam, mütaliə eləmişəm və fikirləşirəm ki, bunun səndə olmağı daha məqsədə uyğundur və sən dərs oxuyanda bu işıqdan istifadə edərsən. Və mən istəyirəm ki, sən də böyüyəndə atanın davamçısı kimi, bir aslan kimi böyüyəsən, sən və qardaşı var, uzun ömür, can sağlığı arzulayıram. Buyur.